Danışacaq interrogativ sentence, yəni sual cümləsi haqqında. Əvvəla onu deyək ki, sual cümləsinin bir yox, bir neçə növü var. Birinci ümumi sual cümləsindən başlayaq. Yəni general question. Yəni bir digər adı da yes, no question. Bu Azərbaycan dilindəki kimidir. Əgər biz ümumi sual veririksə, əlbəttə cavabında ya bəli ya da xeyr cavabını qəbul edəcəyik. Sən ora gedirsənmi? Bəli ya da xeyr. Yəni ümumi sualda sual sözü olmur. Düsturu necədir? Birinci köməkçi feil gəlməlidir. Sonra mübtəda gəlməlidir. Sonra əsas feilimiz gəlir, əsas feil. Daha sonra isə yəni cümlənin ikinci dərəcəli üzvləri gəlməlidir. İkinci dərəcəli üzvlər. Gəlin bir cümlə yazaq. Are you going there? Sən ora gedirsən. Deməli, əvvəla buna diqqət yetirək ki, köməkçi feilimiz varmı? Bəli, cümlə başladı köməkçi feillə. Sonra mübtəda, okey. Sonra əsas feil, sonra ikinci dərəcəli üzvlər. Əlbəttə ikinci dərəcəli üzv ola da bilər, olmaya da. Əsas odur, əsas üzvlər olsun. Deməli, cavabında da ya yes I am ya da no I am not. Yəni ya bəli ya da xeyirlə cavab verir. Bu sual cümləsinin bir növü. Xüsusi sual cümləsi biraz uzundur deyə onu birazdan keçəcəm. Qısa olanları qurtaraq. İkincisi olacaq alternative question, yəni or ilə yaranan. Or, ya da. Would you like to visit Paris or London? Sən Parisə yoxsa Londona səyahət etmək istəyirsən? Would you like to visit Paris or London? Deməli, orla yaranır alternativ sual. Hər hansısa bir iki cümlə üzvünü alternativ halası ola bilər. Bu sadəcə tamamlıq yox, yer zərfliyi yox, mübtəda da ola bilər, xəbər də ola bilər. Yəni or vasitəsilə yaranır. Digər sual növümüz isə xüsusi sual cümləsidir. Special question. Yəni bir digər adı da olacaq WH. How tipli question. Yəni bütün xüsusi sual cümləsi ya WH ilə başlayır ya da how ilə başlayır. Xüsusi sual cümləsinin deməli sıralaması, söz sırası belə olacaq. Sual sözü, köməkçi feil, mübtəda və əsas feil. Mütləq. Sonra isə ikinci dərəcəli üzvlər ola da bilər, olmaya da bilər. İndi gəlin bir cümlə yazaq. Məsələn, they learn, məsələn, new words every day. Deməli, burada gəlin birinci sual verək. Deməli, class. İstəyirəm bütün cümlə üzvləri olsun. Dərsdə öyrənirlər. Gəlin sual verək. Birinci burada dərsdə öyrənirlər. Harda öyrənirlər? Əlbəttə olacaq where ilə. Sual sözümü yazdım. Sonra yazacağım köməkçi feilimi. Cümlə indiki sadə zamanda olduğu üçün köməkçi feilimiz do ilə olacaq. Ya da does-dan. Amma burada mübtədamız Z-dir deyə does yaza bilmərik. Do. Sonra mübtədamı yazacağım. They. Sonra əsas feilimi yazıram. Learn. Onlar new words. Sonra cümlə olduğu kimi qalır. Onlar hər gün yeni sözləri harda öyrənirlər. Yəni, nəyə sual verirsinizsə, o artıq cümlədən çıxmalıdır. Sual verdiyiniz cümlədən çıxmalıdır. Ya da gəlin baxaq burada nəyə sual verək? Learn sözünə sual verək. Feilə sual verək. Öyrənir, nə edir? What, nə? Sual sözü, sonra köməkçi feil do, sonra mübtəda gəlir. They. Artıq mən learn-ə sual vermişəmsə, learn-ü cümlədə yaza bilmərəm, axı cümlədən çıxartmalıyam. Onda edir sözünü yazacağım. Do every day. Onlar hər gün nə edirlər? Deməli, biz xəbərə sual verəndə do ilə sual verməliyik hər zaman. What do they do every day? Onlar hər gün
In the class every day. Sinifdə nə edirlər? İndi mən sual cümləsinin düsturundan əlavə bir istisna haqqında da bir şey demək istəyirəm sizə. İki cümlə yazacağım. O iki cümlə arasında müəyyən bir fərqlər olacaq. They invite a lot of people. A lot of people come to the party. Ay, of yazmamışıq. A lot of people come to the party. İndi hər iki cümlədə a lot of people görürük. Burada da və burada da. Diqqət yetirsək, birinci cümlədə a lot of people tamamlıq funksiyasındadır. Tamamlığa sual verəndə yenə bu cümlə quruluşundan gedirəm də sual sözü, köməkçi feil, mübtəda, əsas feil. Cümləmizin sual sözü nə olacaq? Gəlin birinci a lot of-a sual verək. Çoxlu insanlar dəvət edirlər. Nə qədər insan? Olacaq how many. Sonra how many, nə qədər sonrasında insan sözü gəlir axı. Nə qədər insan? Sual sözümü yazdım. Sonra köməkçi feil lazımdır. İndiki sadə zamanda olduğu üçün do yazacağım. Sonra mübtədamız olacaq they. Sonra köməkçi feil mübtəda. İndi isə əsas feil lazımdır. Olacaq invite. Deməli, sual sözü, köməkçi feil, mübtəda, əsas feil bu sırayla gedəcək. İndi gəlin people-a sual verək. Onlar kimi dəvət edirlər? İnsanları. Kimi deyirəmsə ya who-dan, ya da whom-dan istifadə edəcəm. İkisini də istifadə edə bilərəm. Sonra köməkçi feilim gəlməlidir do. Sonra mübtədam gəlməlidir they. Sonra əsas feilim gəlməlidir invite. Amma artıq a lot of-u yaza bilmərəm, çünki a lot of people-dan asılıdır. Cümlədən people-u çıxarıramsa, bu zaman elə a lot of-u da çıxarmalıyam. Nəyə sual verirəmsə, o cümlədən çıxmalıdır. Onlar kimi dəvət edirlər? Baxın, a lot of people cümlənin tamamlığı və tamamlığın təyin olduğuna görə normal bildiyimiz bu sual sözü, köməkçi feil, mübtəda, əsas feil sırası ilə gedirik. Amma bir istisnamız var, bu istisnanı unutmayaq. Mübtəda və mübtədanın təyininə sual verəndə artıq bu bildiyimiz qaydalar keçmir. Bu söz sırası keçmir. Burada necə olacaq? Mübtədaya sual verdikdə do, does və did köməkçi feilindən istifadə etməməliyik. Do, does, diddən istifadə etməməliyik. Gəlin yazaq. Birinci people-a sual verir. A lot of-a sual verək. Çoxlu insanlar bizə gəlir. Yenə çoxlu nə ilə əvəz edəcəyik? How many ilə, nə qədər insan? Çoxlu, how many. Nə qədər insan, people sözü gəldi. Artıq burada do, does, did yazmayacaq. Birbaşa feilimiz gəlir. Come to the party. Deməli olacaq, how many people come to the party? Partiyə nə qədər insan gəlir? İndi people-a sual verək. People-a sual verəndə kim gəlir? Orada who istifadə edəcəm. Amma whom yox. İndi səbəbini deyəcəm. Sonra comes to the party. Burada bir neçə nüansı qeyd etmək istəyirəm. Birincisi do, does, did yoxdur. Mübtəda və mübtədanın təyininə sual verəndə. İkincisi, burada whom yaza bilmərəm. Çünki demişdik ki, who ilə whom arasındakı ən təməl fərq odur ki, biz who-dan sonra xəbəri yaza bilərik, whom-dan sonra yox. Demək ki, burada biz who-dan sonra xəbəri yazdığımıza görə birbaşa kimi, kimə deyə bilmərik. Birbaşa kim olmalıdır? Who. Whom yox yəni. Və niyə comes s-i böyüklə yazmışam? Nəzərinizə çatdırım ki, people sözü cəm olsa belə, mübtədaya sual verdikdə mübtəda cümlədən çıxır axı. Yəni biz artıq onun tək yoxsa cəm olduğunu bilmirik. Yəni mübtədaya sual verdikdə xəbəriniz mütləq tək olmalıdır. Mübtədaya sual verdikdə xəbərimiz istəyir keçmiş zamanda olsun, istəyir indiki zamanda olsun. Əlbəttə keyimi nəzərdə tutmuram. Məsələn, keçmiş, davam edici və s. Bu zaman xəbərimiz mütləq təkdə olmalıdır. Və köməkçi feildə dediyim kimi istifadə etməməliyik. Burada artıq mübtəda cümlə də var. Mübtədanın təyininə sual vermişik deyə. Yəni cümləmizin xəbəri cəm ola bilər. People çünki cümlədədir. Bu xüsusi sual haqqındaydı. İndi isə sonuncu sual növümüz ayrıcı sual haqqında danışacağıq. Ayrıcı sual. Ayrıcı sual nədir? Bir adı disjunctive question, digər adı isə tag question deyirik.
Burada əsas məsələmiz, əslində bunun bir neçə növü var. Gəlin birinci belə başlayaq. Məsələn, ə, tutaq ki, Fatima is ready. Fatimə hazırdır. Sual cümləsi dedim, amma nəqli başladım. Belə şey olar? Bəli. Yeganə sual cümləsidir ki, mübtəda ilə başlayır və mübtəda ilə bitir. Bu necə olacaq? Və keçən də qəbul düşmüşdü. Isn't she? Fatimə dərsə hazırdır. Elə deyilmi? Elə deyilmi? Deməli, birinci tərəf olacaq təsdiqdə, ikinci tərəf olacaq inkarda. Biz qısa cavabı keçəndə xatırlayırsınızsa demişdik ki, birinci tərəf təsdiqsə, ikinci tərəf də təsdiq olmalıdır. İnkardısa inkar olmalıdır. Durğu işarələrinə fikir verin. Orada necə idi? Cümlə nöqtə ilə cümlə nə ilə bitirdi? Nöqtə ilə bitirdi. Yəni təsdiq cümlə idi. Amma nəqli cümlə idi. Amma burada fikir verirsinizsə, cümlə sualla bitir. Birinci tərəf təsdiqsə, ikinci tərəf inkar olacaq. Və burada nəyə fikir veririk? Cümlə mübtədasına. Fatimə burada qadın cinsində olduğuna görə əvəzi olaraq şeydən istifadə etməliyəm. Tərsinə yazaq. Fatima isn't ready. Fatimə hazır deyil. Eləmi? Is she? Deməli, burada birinci tərəfdə olacaq inkar, ikinci tərəfdə olacaq təsdiq. Yenə mübtəda ilə başladım, mübtəda ilə bitdi. Tələbələri çaşdıran bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Törəmələrlə bağlı. Gəlin yazaq. Nobody is ready. Burada nə yazacaq? Deməli, əlbəttə nobody deyir birinci tərəfdə. Sırf yəni buna fokuslanmayın, xəbərim təsdiqlidir. Yox, cümlə axı inkardadır. Nobody görə. Deməli, birinci tərəf inkardsa, ikinci tərəfim olacaq təsdiq. To be-ni yazmalıyam təsdiqdə. Amma mən burada is yazamıram. Niyə? Nobody canlı törəmədir. Biz demişdik ki, canlı törəmələrin əvəzliyi olacaq Z ilə. Axı biz Z ilə iz yaza bilmərik, olacaq are they. Nobody is ready, are they. Deməli, cümlənin birinci tərəfi inkardır, ikinci tərəf olacaq təsdiqdə. Və biz burada, məsələn, Fatimada şey yazırdıq, Tom olsaydı he yazacaqdıq. Nobody'də də fərq yoxdur, nobody, everybody. Bunlar canlı törəmələrdən söhbət gedir. Canlı törəmələrin birinci tərəfi ümumiyyətlə canlıdırsa, one və body ilə bitibdirsə, Z-dən istifadə edəcəyik. Think ilə bitibdirsə, it-dən istifadə edəcəyik. Birinci tərəf inkardır deyə, ikinci tərəfdə olacaq təsdiqdə. Biraz fərqlisini yazaq. Somebody is here. Burada kimsə var. Kimsə buradadır daha doğrusu. İkinci tərəfdə artıq mən inkar yazmalıyam. Dediyim kimi body canlıya aiddir deyə biz Z-dən istifadə edəcəyik. Ona görə də ar yazmalıyam. Bir də tələbələri çaşdıran bir məsələni diqqətinizə çatdırım qəbula düşənlərdən ki, burada sam var, inkar olmaz axı samdan. Bəli, olmaz. Axı bu bir cümlə deyil, iki ayrı cümlədir. Yəni bunun təsdiq olmağının buradakı inkarı heç bir aidiyyatı yoxdur. Yəni burada arıntı olmağı samın qaydasını pozmur. Bu ayrı cümlədir. Birinci tərəf təsdiqləsə, ikinci tərəf olmalıdır inkarda. Canlı törəmənin əvəzliyi Z-dir. Bu bir sırada olanlardır. Bəs yaxşı. Əgər dialoq formatında olsa necə olacaq? Aygül is ready. Aygül hazır. Baxın, nöqtə ilə qurtardıq. Dialoq olduğunu da bildirən budur, bax. İndi burada nə yazacağıq biz? Dialoqda maraqlısı budur ki, təsdiqlə təsdiq olur. Is she? Həqiqətən, doğrudan. Deməli, birinci tərəf təsdiqsə, ikinci tərəfdə olacaq təsdiq. Birinci tərəf təsdiqsə, ikinci tərəfdə olacaq təsdiq. Yaddan çıxarmayaq. Ya da yazaq ki, Aygül isn't ready. Aygül hazır deyil. Doğrudan. Isn't she? Deməli, yenə inkardsa yazacağıq inkar. Dialoqda eyni olmalıdır. Təsdiq, təsdiq, inkar, inkar. Bu ayrıcı sualın bir hissəsidir. Sonuncu hissəsi ayrıcı sualın əmrdə işlənməsi ilə bağlı danışmaq istəyirəm. Ayrıcı sualda əmr cümləsi necə olacaq? Baxın, əmr cümləsi ümumiyyətlə Azərbaycan dilində ikinci şəxsə müraciət edir. Məsələn, sözləri öyrənin. Learn
The new words. Əmr cümləsidir. Kimə müraciət edirəm? Sizə. İkinci şəxsə sözləri öyrənin. İkinci şəxsə müraciət edirəm. Və ya don't, əlbəttə sözləri öyrənməyin yazmayacağıq. Don't be lazy. Tənbəl olmayın. Bu da ikinci şəxsə müraciət edir. Bəs bu tipli əmr cümlələrinin ayrıcı sual necə olacaq? Çox maraqlıdır burada ayrıcı sual. İstisnasız şəkildə will you. İstisnasız, fərqi yoxdur. Bütün ikinci şəxsə müraciət edən əmr cümlələrində biz will you-dan istifadə edəcəyik. Bunun bir məntiqini açıqlayaq ki, körtəbiyə əzbərləməyək. Niyə məhz will you? Birincisi, mən sizdən bir şey xahiş edirəm ya da əmr eləyiriksə, bu zaman siz bu hərəkəti gələcəkdə icra edəcəksiniz. Yeni sözləri öyrənin. Okay, gələcək zamanda icra edəcəksiniz deyə will olacaq. Niyə məhz you? Çünki ikinci şəxsə müraciət edirəm. Ona görə you olacaq. Bəs niyə biz bayaq dedik ki, birinci tərəf inkardırsa, ikinci tərəf təsdiq olacaq. Okay, burada problem yoxdur. Bəs niyə birinci tərəf təsdiqdir burada? İkinci tərəfdə də təsdiqdir. Niyə? Çünki əmr cümləsinin ayrıcı sualda mənası yaxşımı olur? Yaxşımı? Yaxşımı demək, yəni mən orada deyə bilmərəm axı sözləri öyrənin, yaxşı deyilmi? Tənbəl olmayın, yaxşımı? Yəni burada yaxşı deyilmi deyəmirəm də, yaxşımı deyirəm. Sözləri öyrən, yaxşımı, tənbəl olma, yaxşımı? Yəni təsdiq deməliyəm. Ona görə istəyir birinci tərəf təsdiq olsun, istəyir birinci tərəf inkar olsun. Bütün hallarda ayrıcı sualın ikinci tərəfi olacaq will you. Çünki ikinci şəxsə müraciət edir, çünki bu akt gələcəkdə icra olacaq, çünki yaxşımı dediyinə görə təsdiq yazmaq lazımdır. Niyə bayaqdan vurğulayıram ikinci şəxsdəki əmr cümləsi məsələsini? Çünki biz birinci şəxsdə də əmr xahiş cümləsi yarada bilərik. Bu necə olur? Birinci şəxsə müraciət edəndə özümüzə necə əmr edə bilərik? Let's learn the new words. Gəl yeni sözləri öyrənək. Bizdə bilmirəm, bu deyəsən feilin arzu şəkli olmalıdır. Gəl sözləri öyrənək. Ya da gəl tənbəl olmayaq. Don't let's be lazy. Gəl tənbəl olmayaq. Deməli, burada artıq iş dəyişəcək. Bütün hallarda shall we? Shall we? Niyə görə shall we? Burada mən müraciət edirəm bizə. Gəl tənbəl olmayaq. Gəl sözləri öyrənək. Burada biz olduğunu görürük aslan. Let us. Bizə müraciət etdiyim üçün we yazıram. Niyə shall? Birincisi, əlbəttə we ilə də işlədə bilirik biz will-i. Amma yəni biz qaydadan çox bunu shall-la görəcəyik dimin testlərində. Və akt gələcəkdə icra olunacağına görə shall-dan istifadə edirik. Gəl sözləri öyrənək yaxşımı? Yenə də təsdiqdə olmalıdır, çünki yaxşı mənasını verir. Ya da burada əmr cümləsi olsa da gəl tənbəl olmayaq. Yaxşımı? Deməli, birinci şəxsə müraciət etdiyinə görə əmr cümləsi burada biz we-dən istifadə elədik. We-yə də uyğun müvafiq forma shall-dir və mütləq əmr cümləsində hər iki tərəfdə, daha doğrusu ikinci tərəfdə təsdiq yazmaq lazımdır. Fərqi yoxdur, birinci tərəfdə təsdiqdir ya inkar. Və sonuncu əmr cümləsinə bağlı bir şey də deyim. Daha doğrusu arıcı sualla bağlı. Z ilə başlayan cümlə mütləq Z ilə də bitməlidir. Məsələn, there are a number of people. Bir sıra insanlar var idi. Ya da buna təyin budaq cümləsi qurmayaq. There are many students. Otaqda çoxlu tələbələr var idi. Cümlə Z ilə başlayıbsa Z ilə bitəcək. Və birinci tərəf təsdiqçi, ikinci tərəf olacaq inkar. Təsdiqdirsə inkar olacaq, inkardirsə təsdiq olacaq və cümlə Z ilə başlayırsa Z ilə də bitir. Və əlavə olaraq sual cümləsinin testlərində biz görəcəyik zamanlarda keçdiyimiz məsələləri ki, when-dən sonra what time və how long ago-dan sonra biz istifadə edə bilmərik perfect-dən, bitmiş zamandan istifadə edə bilmərik heç vaxt. Əvəzinə past simple istifadə edə bilərik və ya since when verəcək.
və ya have-un verəcək və ya since what-ın verəcək. Bu zaman biz istifadə etməliyik perfect-dən. Sonra başqa nə verə bilər sual cümləsində? Why-la for verə bilər, ola bilməz. Why for, what for olmalıdır ya da why for olmalıdır. Yəni bu tipli məsələlər var ki, sırf sual cümləsini əhatə eləmir. Digər bütün hamısını əhatə eləyir. İstəyir modal feillər olsun, siz orada görəcəksiniz have to-nun sualını, need-in sualını. Yəni indiyə qədər keçdiyimiz qaydaları özündə ehtiva eləyir. Həm sual cümləsi, həm də inkar cümləsi. Ona görə sual cümləsinin testlərini işləyərkən daha diqqətli olmaq lazımdır. Deməli, birinci suala nəzər yetirək. Ümumiyyətlə, yadınızda saxlayın ki, cümlə sözünü ilə qurtarırsa, siz orada nə yaza bilərsiniz? Who, whom və what. Məsələn, by olmasın, about olsun. About tutaq ki, düşünün. Məsələn, məqalə kim haqqındadır? Who, whom, bir də nə haqqındadır? What. Deməli, əgər cümlə sözünü ilə bitirsə, bu üçündən birini yaza bilərik. İndi varianta baxıram. Who, whom, what. Hansı var? Who var. Bu məktublar kim tərəfindən göndərilibdir? Və ya cümlə birbaşa xəbərlə başlayırsa, xəbər dediyim was deyil, bu köməkçi feildir. Birbaşa xəbər bax, like, doesn't like, refuse. Bu zaman iki alternativiniz var. Ya who yaza bilərsiniz birbaşa xəbərlə, ya da what yaza bilərsiniz. Birbaşa xəbərlə ya who ola bilər, ya da what. Who və ya what. Burada da hansı var? Hə, hər ikisi. Amma burada kim dəvəti imtina etdi olar. Məsələn, burada refuse yerinə happened sözü olsaydı kim baş verdi deyə bilmərəm ki, nə baş verdi deməliyəm. Ona görə olacaq. Məsələn, what. Amma burada who olacaq. Burada isə heç ümumiyyətlə what verməyibdi. Deməli, doğru cavab olacaq who. Sonra burada məsələn 9-da nöqtələrdən sonra isim varsa nələr yaza bilərik? Nöqtələrdən sonra isim varsa which yaza bilərik. Sonra what kind of, whose. Bunları yazmaq olar. Which, what kind of, whose. Bir də əgər gələn isim cəmdirsə how many cəm isim. Əgər yox, gələn isim sayılmayan isimdirsə o zaman deməli how much. Baxın. Who, daha doğrusu which, what kind of, whose. Bunlardan sonra gəlir birbaşa isim. Sadəcə bunlardan sonra birbaşa isim gələ bilər. Və how many-dən sonra cəm, how much-dan sonra sayılmayan. Emotions birbaşa isim görürük burada. Bu sadaladıqlarımdan, yəni birinci sırada gördüklərimizdən sadəcə burada nə var? What kind of var. Bəzən what kind yazılar çaşdırmaq üçün what kind deyə bir şey yoxdur. What kind of olar. Deməli, ona görə doğru cavab olacaq A variantı. What kind of emotions. Yəni sadəcə bunlar ola bilərdi. Sonra, məsələn, burada how many verib artıq books olacaq. Bir də from-dan bağlı bir şey deyim. Bayaq burada who, whom, what-ı dedim söz önüylə. Demişdik axı biz relative pronoun, ümumiyyətlə pronoun keçəndə ki, və ya söz önüylə işləmir, sadəcə from-dan işlənə bilər. Ona görə cavab, məsələn, burada C variantı olacaq. Sonra, bir də, məsələn, bu bölmədən 36-ya baxaq. Ümumiyyətlə, yadınızda saxlayın ki, baxın, sual sözü, köməkçi feil, mübtəda, əsas feil. 2 doğrudur. Sual sözü burada köməkçi feil yoxdur. 3 səhvdir. Sual sözü köməkçi feil burada da mübtəda yoxdur. Səhvdir. Heç vaxt özdə do, does dedidən sonra birbaşa feil gəlməz. Don't, doesn't, didn't-dan sonra gəlir, amma təsdiq formalarından sonra yox. Az öncə dediyimiz kimi birbaşa xəbərlə who ya da what işlənə bilər. Baxın, mübtədaya sual verilibdir deyə kim informasiya verdi sənə, məlumatlandırdı. Birbaşa xəbər gələ bilər. Çünki mübtədaya sual verəndə do, does dedən istifadə etmirik. Who-dan sonra birbaşa xəbər gələ bilər. 36-dan sonra bizə çətin gələ biləcək. Məsələn, bu bayaq danışdıqlarımızdandır. Birbaşa xəbər varsa, bu ilə what yaza bilərsən. Okey, əlimdə saxlayıram bu iki variantı. Bu ilə what. Birbaşa isim varsa,
Who's-da yaza bilərəm. What da yaza bilərəm. Amma elə bir şey seçməliyəm ki, ikisinə də uyğun gəlsin. Hər ikisinə uyğun gələn versiya C-dir. Yəni what happened, what source. Sonra 55-dən sonra bizə çətin gələ biləcək sual tiplərindən disjunctive keçək. Disjunctive-də 17-yə baxaq, sorry 13-ə. Burada məsələn arı təsdiq verib, amma nə olsun ki, yanında neither var, neither nor. İnkarlıq yaradıb. İkinci tərəfə baxmalıyam onda. Birinci tərəf inkardırsa, ikinci tərəfimiz olmalıdır təsdiqdə. Baxaq, aren't inkardır, don't inkardır, aren't inkardır və cümlə Z ilə qurtara bilməz. Çünki students cəmdə də Z-yə deyil, Z idi. Və cümlədə are varsa, yəni to be özü varsa, to be ilə də sualımı verməliyəm. Yəni başqa bir feil olsa, məsələn, oxumaq, təhsil almaq, learn, nə bilim, go, support, bu tipli feillərdən olsa, bu zaman do vermək olardı. Amma to be varsa to be-nin özündən istifadə etməliyəm. İnkardırsa bir tərəf, digər tərəf olacaq təsdiqdə. Digər bir suala baxaq. Ümumiyyətlə, bu have, has məsələsi ilə ehtiyatlı olaq, çünki bunlar düşür. Belə ki, biz normalda ingilis dili qrammatikasında bunu əvvəlki dərslərdə keçmişik. Have, has, had-i bir neçə yerdə görə bilirik. Modal feil kimi have to, icbar növdə görə bilirik, causativdə. Sonra ifadələr var, have-li ifadələr, have a shower və ya have got ifadəsi var, have var, malik olmaq mənası var və ya bitmiş zamanın içində də have-i görə bilirik. Bu qədər situasiyanın içində biz sadəcə bir yerdə have-in, has-in sualını özü ilə verə bilərik. Have, has, had-dən sonra feilin üçüncü forması varsa, sualı inkarı özü ilə olur, özü ilə. Amma əgər yoxdursa, do, does dedilər. Baxıram ki, have, has, has-dən sonra, had-dən sonra burada nə var? Feilin üçüncü forması. Feilin üçüncü formasında deməli özü ilə olmalıdır. Onda mən has-i, daha doğrusu does-ı, did-i, is-i çıxmalıyam. Bunlar çıxdıq. Çünki bizə has-in özü lazımdır. Birinci tərəf təsdiqdədir, ikinci tərəf inkarda olmalıdır. Ona görə has yox, hasn't götürəcəyik. Burada da doğru cavab olacaq C variantı. Sonra bu bölmədən yenə hamısı eyni gedəcək. Məsələn, ikinci suala baxaq. Burada da yenə sual cümləsinin düsturu necədir? Sual sözü gəlməlidir, sonra köməkçi feil. Burada köməkçi feil yoxdur. Bunu çıxaq. Sual sözü gəlib, köməkçi feil yoxdur. Çıxaq. Okey, hamısında sual sözü var. Sual sözündən sonra köməkçi feil did var. Köməkçi feildən sonra mübtədə olmalıdır. Burada mübtəda yoxdur. Amma burada var, baxın, ikisində də var. Amma burada did var. Onda bu feil birinci formaya qayıtmalıydı axı. Did returned yox, did return şəklində olmalıydı. Ona görə burada da C variantı yanlış variant, doğru variantdır. D variantı returned-ə görə yanlış variantdır. Qalan hamısı bu şəkildə gedir. Bir də 20-ci suala baxacağıq indi. 20-ci sualda da deməli fikir versəm diddən sonra birbaşa əsas feil gəlib. Olmaz. Do, does, diddən sonra feil gəlməz. Has-dən sonra feilin üçüncü forması gəlməli idi. Birinci forma yox. Feilin üçüncü forması belə öz başına işlənmir. Qarşısında to be və ya have, has, had olmalıdır. Bunda çıxırıq. Heç burada da broken olmalıydı. İkinci forma yox, üçüncü forma olmalıydı. Deməli, doğru variant olacaq. Y variantı. Have-lə olan suallar üçün isə ayrıca bir burada test var. Have-in modal feil olduğu, auxiliary verb olduğu və s. ilə bağlı. Deməli, məsələn, buna fikir verək, elə birinci suala. A variantına fikir veriksə, cümlədə söz sırası pozulub. Sual sözündən sonra köməkçi feil yoxdur heç. Qalan hamısına görürük ki, müəyyən bir köməkçi feil var. Baxaq, sual sözü, bu doğru variantı B-ni saxlayıram. Sual sözü, köməkçi feil, mübtəda, əsas feil, hər şey əla. Amma burada do yazıb, niyə burada had yazmışam? Və ya burada did yazmışamsa da had olmaz. Çünki əsas feil birinci formaya qayıtmalıdır. Bu səhvdir. Sual sözüm var. Okey, olsun, köməkçi feil də var, mübtəda da var. Hani bunun əsas feili? Əsas feil yoxdur. Deməli, burada olmalıydı have, əsas feil kimi. Burada olmalıydı auxiliary verb, köməkçi feil kimi does.
Bu səhvdir. Baxaq, sual sözü, köməkçi fe'l mübtəda əsas fe'l var, amma burada dasdsa, burada da olmalıdır have. Bu səhvdir. Amma baxaq B-yə, sual sözü, köməkçi fe'l, mübtəda, əsas fe'l. Doğru variant 1-də olacaq, B variantı. Burada da ən çox düşəcək. Məsələn, bir dənə də elə 5-ci suala baxaq. Have to ilə bağlıdır modalla. Ondan sonra yekunlaşdıraq. Fikir verirsə have to var variantlarda və ya has to, had to. Bunların sualı do, does, did-dən olur. Məsələn, B variantında mən do, does, did görmürəm. Heç D variantında da do, does, did yoxdur. Gəldik A-ya. A-da do-nu vermişəmsə, burada niyə has yazıram ki? Do, have olardı. Ya da təkdə desə də olacaq da does have. Bu səhvdir. Baxaq burada professionallardan gedir söhbəti cəmdədir. Onda does yaza bilmərəm. Do yazmalıyam. Doğru variant olacaq. Y variantı. Sual cümləsi haqqında deyəcəklərimiz bu qədərdir. Ümid edirəm hər şey aydındır.